Biz bilməliyik ki, ən bütöv not, ən tam not, tamlığı, dolğunluğu bildirən not bütöv notdur. Çünki bütün hər bir not bölünərək çoxalır. Hardan bölünür? Başı var da bunun, ən başda nədir? Bütöv not. Oradan bölünərək çoxalır. Bölünən şeylər get-gedə balacalaşır. 2 hissəyə bölünür, 4 hissəyə bölünür, 8 hissəyə, 16 hissəyə, 32 hissəyə. Hissələr balacalaşır. Hissələr balacalaşdıqca demək sürətlər artır da. 1 və 2 və 3 və 4 və 1 və 2 və 1 və 2 və 1 və 1 və 1 və 1. Görsən artıq balacalaşdıqca sürətlər artır. Biz də bilməliyik ki, not qruplaşmalarında hər bir şeyi ifadə edəndə 8-li notla da ifadə edə bilərik. 16-lıq notla da ifadə edə bilərik. 32-lik notla da, çərək notla da fərq eləməz. Bunlar sadəcə zamana, sürətə yansıyan belə deyək, əsas amillər olacaq ki, davam etmə müddəti daha sürətli olacaq və yaxud da daha qısa olacaq. Adətən biz not əsəri yazanda, nota əsərində bir şey yazanda bəstəkara uyuruq. Bəstəkar əgər iti bir şeylər yazıb 16 notlar göstərirsə, biz qaytağını 16 not formasında veririk. Əgər yox, o 8-li kimi veribsə, biz məcburuq 8-li kimi verək. Çünki 8-li ilə 16 arasında fərq var. Məsələn, 8-də 6 götürək beynimizdə. Bax, bu hissə 8-də 6.